Əməliyyatımız vaginal ekstirpasiya, ön və arxa kalporafiya əməliyyatıdır. Bu nə deməkdir? Qadının 71 yaşı var, ağır fiziki işdən, doğuşlardan sonra uşaqlığın total düşməsi əmələ gəlib, onun həyatında çox böyük diskomforta səbəb olur. Bu belə bir halda yaşamaq. Bu gün qərar aldıq ki, onu əməliyyat edək. Əməliyyat qarın boşluğu açılmadan aparıldı, uşaqlıq xaric edildi. Ondan sonra uşaqlıq yolundakı sallanmalar, sidik hissəsi və düz bağırsaq sallamaları bərpa olundu. Əməliyyat texniki cəhətdən yaxşı keçdi, heç bir ağırlaşmamız yoxdur. Hal-hazırda xəstənin ümumi vəziyyəti stabildir və kafi vəziyyətdə palataya təhvil verdik. Sağ-salamat. İnşallah yolda salarıq. Sağ olun, bəlkə. Sağ olun. Allah sizdən razı olsun. Mən bütün komandaya təşəkkür etmək istəyirəm. Belə bir əməliyyatı tək eləmək mümkün deyil. Mütləq ekip bizə kömək eləməlidir. Çox yaxşı da kömək elədilər. Mən çox razı qaldım. Sağ olun. Hamınıza təşəkkür edirəm. Sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.